Salam dəyərli müəllimələr, bu günlər sizlər üçün müsahibə üçün sizlərə həm sual və həm də cavabın səsli izahını çəkəcəm. Deməli, dəyərli müəllimələr, birinci sualımız belədir ki, dərs prosesində motivasiyanı necə qurursunuz və şagirdlərin diqqətini dərsə necə cəlb edirsiniz? Bu zaman belə cavab verəsiniz ki, bilirik ki, motivasiya dərsin ilk və ən vacib addımlarındandır. Mən motivasiyanı real həyatla əlaqəli, problemli suallardır, maraqlı vizual resurslardır, qısa simulyasiyalar vasitəsilə qururam. Şagirdləri öyrənəcəkləri mövzuları, onların gündəlik həyatında nə üçün faydalı olacağını göstərmək üçün diqqəti dərsə cəlb etməyin ən effektiv yoludur. Bəs yaxşı, sinifdə intizam problemi yaradan və dərsi pozan şagirdlə necə işləyirsiniz? Bu suala belə cavab verərəm ki, ilk növbədə intizam pozuntusunun kökündə duran səbəbi araşdıraram. Yəni, şagirdin, məsəl üçün, diqqətini çəkmək istəyi, mövzunu anlamamaq var, şəxsi problemlər dura bilər. Bunu müəyyənləşdirirəm. İlk növbədə bunu müəyyənləşdirirəm. Sonra bütün sinif qarşısında şagirdi təhqir etmədən, cəzalandırmadan dərsdən sonra fərdi söhbət apararam həmən şagirdlə və şagirdi sinif qaydalarını xatırladaram ki, dərs ilinin əvvəlində qoyulan qaydalara və onu verilən tapşırıqları məsuliyyətlə yerinə yetirməlidir və diqqətli olmalıdır. Sonra, bəs yaxşı, belə bir sual verirsə ki, inklüziv təhsil nədir? Sinifdə xüsusi qayğıya ehtiyacı olan şagird varsa, dərsi necə təşkil edirsiniz? Belə bir cavab verərik ki, inklüziv təhsil fiziki, psixoloji və ya sosial fərqlilikdən asılı olmayaraq, bütün uşaqların keyfiyyətli təhsildə bərabər çıxışını təmin etməkdir. Yəni, inklüziv təhsil odur ki, bütün şagirdlər üçün əl çatan olmalıdır. Yəni, belə şagirdlərlə tapşırıqları o şagirdlərin potensialına uyğun hazırlayıram, diferensial yanaşıram, qarşılıqlı hörmət, empatiya əsasında inklüziv bir mühit formalaşdırıram. Belə deyərsiniz. Sonra sual düşər ki, Bloom taksonomiyasının dərsin planlaşmasında və qiymətləndirməsində rolu nədir? Belə cavab verəcəyik ki, Bloom taksonomiyası bilirik ki, xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq. Bloom taksonomiyası təlim nəticələrinin idrak səviyyəsinə uyğun nizamlanmasını təmin edir. Yəni, mən dərsi planlaşdırarkən şagirdləri yalnız informasiyanı xatırlamaq səviyyəsində saxlamıram, onları təhlil etmək, dəyərləndirmək, yeni ideya yaratmaq, yəni bunlar üzrə, mərhələlər üzrə inkişaf etdirməyə hazırlayıram. Sonra, bəs belə bir sual verirsə ki, şagird